Paytaxtda minlərlə sənədsiz fərdi yaşayış evi və yeni tikilən binalar mövcuddur. Hansı ki, həmin binalarda da çıxarış hələlik təqdim edilməyib və bu da vətəndaşların qeydiyyata düşməsinə çətinlik yaradan amillərdən digəridir. Ekspertlər deyir ki, mövcud vəziyyətdən sui istifadə edənlər kifayət qədərdir. Araşdırma aparsa, baxacaq ki, elə mənzillər var ki, o mənzillərdə, o fərdi yaşayış evlərində 100-dən artıq şəxs qeydiyyatdadır. Faktiki olaraq hansısa belə deyək də formada subyektiv yanaşmalardan istifadə olunub vətəndaşları qeydiyyata cəlb edilir. Ya polis orqanlarında və yaxud hər hansı bir ictimai obyektlərdə qeydiyyat məsələsi həll olunarsa hesab edirəm ki, bu ən azından müəyyən müddət vəziyyətin düzəlməsinə gətirib çıxara bilər. Vətəndaşların qeydiyyatının olmaması və ya yaşadıkları ərazi üzrə qeydiyyata alınmaması onları bəzi hüquqlardan məhrum edir. Tibbi, təhsil xidmətlərindən istifadə mümkünsüz olur, seçkilərdə iştirak haqqından yararlana bilmirlər. Bəs bu hallarla qarşılaşmamaq üçün nə etmək